Biz hər dəqiqə uşaqla əlaqə saxlayırıq. Hər dəqiqə. Sadəcə birin yarısında, sonra birin yarısından sonra, 1:28-dən sonra zəng eləmişik, cavab vermişik. Dəfələrlə zəng eləmişik, cavab vermişik. Dəfələrlə zəng eləmişik, cavab vermişik. Biz də bildik ki, bu uşaq biridə gəlib evdə olmur. Uşaqlarda təhsil alır, işləyir. Bərdar rayon Texnikum. Kollecində. Bəli. Sonra harda gedib? Praktikada asan xidmət. Asan xidmətdə yarım saat qabaq icazə alıb çıxır. Padruqasıyla çıxıb. Padruqası ilə çıxandan sonra oturublar orada 15 dəqiqə söhbət edirlər. Yəni görüntü kameralarından görə 15 dəqiqə söhbət edirlər. Kimdən sonra? Padruqası ilə. Söhbət edirlər. Sonra Bolt taksi çağırırlar. Bolt taksi ilə də konum atıblar. Bilmirəm nədir. Konum atandan sonra həmin o qızla gəliblər. Qız burada düşüb. Həmin o padruqası qayıdıblar da. Taksi ilə qayıdıblar. Saat desə də gəlib düşüb. Təxminən harasa 1-də dəsən düşüb. Rəfiqəsinə deməyib, niyə gəlirlər bunlar? 2 yazada işləmiş beləsi. Deməyib rəfiqəsinə ki, mən bura niyə gəlirlər? Nədən ötürü gəlirlər? Özümü intihar edəcəm, nə bilim, nə arayacam, beləsi. Onlar da taksi ilə oldu. Amma səbəbini deməyib. Səbəbini də bilmirik. Rəfiqəsinə də deməyib. İndi onu polis araşdırır. Nətər eşitdiniz ki, uşaq kanalda? Valla, mən özüm həmişə 12-də onunla danışmışam, 9-da bir dəfə danışmışam. 11-28-də dayısı ilə yazışması olub. O da getmişdi asan xidmətə. Amma birətən həmişə evdə olurdu. Zağı 2-yə 10 dəqiqə işləmişətən. Zəng vurmuşam, telefondan zəng çatıb, amma açmayıbdı. Təzdəndən mən onun padruqası Günay, bildim ki, ondan çıxır da onunla. Ona zəng vurmuşam. O da andaman elədi ki, mən onu görməmişəm. Təzdəndən mən bir də zəng vurdum, yalvardım, dedi ki, yenə görməmişəm. Təzdən 102-ni yığmışam. Ondan sonra polis şöbəsinə gəlmişəm, sonra bilmişəm ki, Günay bunun yanında olubdu. Günay da güya deyilənə görə gətirib düşürdü. Nətər ölümə gələn insanın yanında padruq ola. Bir buna heç nə, mənə deyir, qolumdan tutdum, dartdım, yalvardım, amma taksi şoförü deyir ki, heç bir şey eləmədi. Sadəcə qapını açdı, o düşdü. Bu da mənə dedi ki, məni şəhərə düşürdü. Mən özüm ona 225 dəfə deyir, düşüb deyir, zəng vurmuşam, telefon açan olmayıbdı. Evdən də normalını səhər-səhər durub, çay içib, qardaşına çay verib, axşam şirniyyət pişmişik. Evdən pul götürüb ki, nə salat demişdim, aynı onları al. Belə heç bir sözsüz, söhbətsiz, heç nə. İndi axtarışlar da gedir, nə bilim, belə. Mən buradan prezidentimizə, Mehriban xanıma, bütün qurumlara xahiş edirəm, mənim evladımı tapılmanda mənə kömək eləsinlər. Quliyev Abdülmanaf Əloğlu. İtmiş, bugün nədir, bizim nəvəmiz 4 gündür artıq yoxdur. Mən bütün qurumlardan kömək istəyirəm, xahiş edirəm, gücləndirilmiş iş rejimində bizə kömək eləsinlər. Qarabağ kanalı bir sutkalıq nədir ki, bu suyu heç olmasa biraz azaltsınlar ki, bu uşağın ölüsün, dirisin, ya sağ qalmağını heç olmasa əlimiz buradan üzülsün, ondan sonra başlayaq uşağımızı başqa bir yerdə axtarmağa. Əgər, bəli, biz nə qədər bu millət, cəmaət də yazıqdır, bugünkü soyuq havada biz nə qədər gəlib kanalın qırağında duraq şeyə baxaq.